Məsud Pezeşkanın Azərbaycana rəsmi səfəri gələcək perspektivdə qarşı qoyulan planlar və məqsədə çatmaq üçün çox yaxşı bir vasitə olacaq. Əvvəla qeyd etmək lazımdır ki, Azərbaycanın yalnız bölgədə yox, dünyada artan nüfuzu bir çox dövlətlərin bizə daha çox maraqlı görünməmiz təbii ki, təsadüfən deyil. Cənab Prezidentin dünya liderləri arasındakı siyasi çəkisi, nüfuzu, ölkəmizin həm yerləşdiyi coğrafi ərazi, həm də ki, yerilən siyasət bizi artıq vazkeçilməz tərəfdaşa çevirib. Uzaq Çindən başlayaraq, Cənab Prezidentin Çin səfərindəki uğurlu layihələr, imzalanmış müqavilələr, Çində Cənab Prezidentin ali qonaq kimi ən yüksək səviyyədə qarşılanması, ölkəmizə qayıdan kimi Avropanın təşkilatların liderlərinin Bakıya davlanan səfərləri, sonra İran prezidentinin ölkəmizə səfəri düşünürük ki, dəyişikliklərimizə bariz nümunədir. Çünki həqiqətən də elə bir sürətli dünyada yaşayırıq ki, ağıllı liderlərin hal-hazırda bir defisiti var dünyada və bizi yerləşdiyimiz bölgə, ümumiyyətlə dünyada baş verən hadisə, təhdidlər, müharibələr, terrorlar, bütün bunlardan qurtulub stabil bir ölkədə yaşamaq çox böyük bir nailiyyətdir. Biz bugün onu yaşayırıq və düşünürük ki, İran prezidentinin səfəri vasitəsilə bundan öncəki soyuq münasibətlər artıq istifazaya keçəcək. Çünki həm iki ölkə prezidentlərinin bəyanatlarında, həm biznes forumunda çıxışlarda İran prezidentinin Azərbaycanın uğurlarını söyləməsi, Qarabağ və Şərq Zəngəzurdakı qələbəmizi, ümumiyyətlə Azərbaycan suverenliyini İran tərəfindən tam təsdiq olunmasını, onun qələbəmizi alqışlaması bu İranın rəsmi mövqeyidir. Digər məsələ, Cənab Prezidentin İran şirkətlərinin Qarabağ və Şərq Zəngəzurda görəcək işlərə dəvət olunması, artıq bu da düşünürük ki, və İran Prezidentinin razılıq verməsi, o da müsbət hadisədir. İran gözləntimiz də var, səfərliyimizə edilən xain hücumdan təbii ki, uzunluğa keçir və orada bu cinayətdə əl olan, sifariş olan insanların və terrorçunun edam olunması, məhkəmə qərarı çıxardıb onun icra olunmasını gözləyirik. Amma bu günlərdə artıq səfərin nəticələri də var. İran rəsmiləri artıq Qarabağ və Şərq Zəngəzurda mütləq surətdə iştirak edəcəklərini bildirirlər. Dövlət agentliyinin rəhbəri prezidenti bunu söylüyor və eyni vaxtda da dövlət agentliyi İranın Fars agentliyi söyləyib ki, Azərbaycandan bir gündə 110 min ton neft ala bilərlər. Bu təbii ki, Təbriz neft emal zavodunda bunu emal edə bilərlər. Bu isə təbii ki, Azərbaycan üçün də, iki tərəf üçün də çox vacib məsələdir. Yəni, ümumiyyətlə, İran prezidentinin rəsmi səfəri düşünürük ki, ölkələrimiz artışı münasibətlərə çox müsbət təsir göstərəcək və biz onun o müsbət məqamları artıq qarşıdakı zamanlarda çox da uzun vaxt keçmədən görə biləcəyik.